Bazar iqtisadiyyatı nədir? Bazar iqtisadiyyatı bazarda oyunçuların öz aralarında iqtisadi əlaqələri istədikləri formada, heç bir müdaxilə olmadan qurma sisteminə deyilir. Əlbəttə, bu biraz radikal yanaşmadır. Bunun tam əksi isə mərkəzi idarə olunmuş sistem, yenə kommunizmə mən nümunə gətirəcəm, hansı ki, bütün istehsalat faktorları bura daxildir, işçilik, torpaq və kapital dövlət tərəfindən idarə olunur. Bütün planlama, iqtisadi planlama dövlət tərəfindən edilir və dövlət ümumi prosesə nəzarət edir. Əlbəttə ki, bugün müasir dövrdə tam mükəmməl bazar iqtisadiyyatı, yəni free market economy əfsuslar olsun ki, yoxdur. Ola bilsin, bugün Estoniyanın və ya Singapurun və ya Hong Kongun modelləri ona çox yaxındır, amma bunlar da mükəmməl deyirlər. Eyni zamanda mərkəzi idarə etmə sistemi də bugün o qədər, yəni Şimali Koreya xaricində demək olar ki, yoxdur və bir çox ölkələr bunların ikisinin arasında hibrid modellər seçiblər. Məsələn, Anglo-Sakson modeli var, hansı ki, bazarların daha çox dövlət tərəfindən tənzimlənmədən daha çox iqtisadiyyatı azad buraxmağa meyillidir. Nordik və ya Skandinav modeli var, hansı ki, iqtisadiyyat dövlət tərəfindən az tənzimlənir, amma çox güclü vergiləndirmə var və çox güclü bir sosial yönümü var, sosial xərcləmələr var dövlət tərəfindən və ya Şərqi Asiyada eksporta dövlət tərəfindən subsidiyalar verilməsi, dəstək olunması modeli var, fərqli modellər var. Əlbəttə ki, tarix onu göstərir ki, son 300 il, 400 il ərzində dövlət müdaxiləsi nə qədər az olsa, iqtisadiyyat o qədər inkişafa meyilli olur. Əvvəllər əlbəttə ki, bu o qədər başa düşülmürdü, amma 19-20-ci əsrlərdən etibarən bu daha çox görünməyə başladı. Xüsusən mən vurğulamaq istərdim ki, İkinci Dünya müharibəsindən sonra Avropada Sovetlərlə rəqabət aparmaq üçün bir çox dövlət qurumları yaradıldı, bir çox sosial proqramlar yaradıldı. Hətta İngiltərə və Almaniya kimi ölkələr az qala adından başqa hər bir şeydə sosialist ölkələr idi və bunlar rəqabət qabiliyyətini itirməyə başladılar. Burada indi biz o birisi mövzuya keçirək olsa ki, dövlətin iqtisadiyyata müdaxiləsi necə olmalıdır və 50-ci illərdə 80-ci illərə qədər dövlət görməyə başladı ki, biz artıq daha azad olan bazarlarla rəqabət apara bilmirik. Bu sadəcə baş vermir. Və yeni bir tendensiya, Chicago məktəbinin, belə deyim, bir nəzəriyyəsi var, bazar iqtisadiyyatı nəzəriyyəsi. Onu tətbiq etməyə başladılar. İstər Çilidə olsun, istər Ronald Reagandan, bu Amerikada olsun və ya Margaret Thatcherdən Britaniyada olsun, böyük dövlət təşkilatları özəlləşdirdilər, dövlət müdaxiləsi minimallaşdırıldı və bütün ölkədə, eyni zamanda Qərbi Avropada müəyyən bir inkişaf dövrü başladı. Dövlətin rolu nə olmalıdır iqtisadiyyatda? Bu, əlbəttə, iqtisadi nəzəriyyədən kimin necə inanırsa, fərqli anlayışlar var. Bir kommunistə bu sualı soruşsanız, deyəcək ki, dövlət hər şey idarə etməlidir. Bir bazar iqtisadiyyatı inanan birinə soruşsanız, o deyəcəkdir ki, dövlət heç bir şey etməməlidir. Amma müəyyən bazı şeyləri var ki, bu, hər bir dövlətin borcudur. Məsələn, ordu saxlanması, məhkəmə sisteminə nəzarət, dövlətin strategiyasının müəyyənləndirilməsi, rəqabət şəraitinin ədalətli formada olması, bunu hər bir dövlət ideologiyasının asılı olmayaraq həyata keçirir. Artıq ondan sonrası bir ölkənin siyasəti tərəfindən müəyyənləşdirir və hər ölkə özünə uyğun, öz tarixinə, öz yoluna uyğun bir ideologiya seçir.